Kiməsə fayl göndərmək üçün onlayn həll yolları get-gedə çoxalır. Google Drive, Dropbox kimi bulud və yaddaş sistemləri sürətli və keyfiyyətli xidmət təklif edir. WeTransfer isə hamımızın istifadə etdiyi əla vasitədir. Amma bu həllərin bəzilərinin ödənişli əsaslarla çalışmaları və WeTransferin 2 GB-dan böyük fayllar üçün pul tələb etməsi böyük fayllar göndərən istifadəçilərə sərf eləmir. Elə buna görə də TechHelp-in yeni buraxılışında sizə 3 əla alternativdən danışırıq. Azersel'in təqdimatında TechHelp rubrikasını izləyirsiniz. Azersel, rəqəmsal dünyanı yarat. Böyük həcmli faylları internet üzərindən pulsuz göndərmək üçün ilk saytımız Mega.nz adlanır. Mega.nz çox sürətli və rahat işləmə prinsipinə sahibdir. Sadəcə pulsuz hesab yaratmaqla siz 50 GB ölçülü bulud yaddaşa sahib ola bilərsiniz. Əgər daha çox yer istəsəniz, aylıq 10 manata 400 GB, 62 manata isə düz 16 TB ölçülü yaddaş paketinə sahib olmaq mümkündür. Sırf bu xüsusiyyətinə görə Mega videoqrafların sevimli bulud yaddaşıdır. Digər bir tərəfdə Yandex Disk isə pulsuz 10 GB bulud yaddaşı verir. Aylıq cəmi $2 ödəməklə əlavə 100 GB almaq da mümkündür. Qardaş Türkiyənin məhsulu olan sendgb.com platforması isə WeTransferdən fərqli olaraq 5 GB həcmində pulsuz transfer imkanı yaradır. Hər 3 bulud sistemi gecikməsiz çalışan sürətli serverlərlə təchiz olunub. Sözü gedən həllərin yükləmə linklərini və adreslərinizi yalnız YouTube videomuzun açıqlama qismindən tapa bilərsiniz. Bəs siz fayl göndərmək üçün hansı həllərdən istifadə edirsiniz? Rəy bölməsində fikirlərinizi bizimlə bölüşün. Daha çox faydalı və maraqlı texnoloji həllərdən xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olub bizi Instagram, TikTok, Facebook və Telegram kimi platformalardan daimi olaraq izləmək də yaddan çıxmasın.